Salam dostlar, bu günlərin biz gəlmişik Halvacı Məcidinin məkanına. Buranı test eləməyə. Yəni Halvacı Məcidin 3 dənə yeri var. Suraxanı bura, bir dənə də başqa deyəsən Yasamaldı səhifələrində var adreslər. Bu yer yerləşir Nizamidə. Kaspiyanın yanı pizza ilə üzbəüz. Ne bileyim, bu ana ve uşaq bu balnitsanın üzbəüzündə Halvacı Məcid. Yəni bir şey verirsiniz. Gəlmişik buradan yeməyə, yoxlamağa görək necədir dadları, halvaların. Biz yedik. Çox əladır hər şey. Həm qiymətlər münasibdir, həm də biz gəlmişik. Bura gördüğünüz kimi çok güzel mekandır. Çeşitler her cür var çeşit. Ne isteseniz halvasından tortundan şokoladlarından her şeyi yüksek seviyede ve özleri hazırlayırlar. Çok, hatta bunlar ırmık halvaları dondurma ile çok mükemmel. Abin özü de burada məşğuldur. İşləri çoxdur. Maşallah müştərisi bol olsun. Biz de burada yerik. Məmiş de buradadır. İbi, necədir İbi? İbi bugün xəstədir. Biraz soyuqluyub, ona göre yaxşı danışa bilmir. Ama her şeyin dadına baxdıq. Çok yüksek seviyede size de tövsiye edirik. Burada gördüğünüz halvaların her birinden gelip dada bilərsiniz, yeyə Tüm çeşitler yüksek seviyede. Siz de gelip buradan yiyip dadlara bakabilirsiniz. Kıymetler de çok münasiptir. Yine burada gelip yiyebilirsiniz. Kıymetler dediğim ki münasip, keyfiyet yüksek seviyede. Her şey əla Nizamidə yerləşir. Elə halvacı ələ vursaz iminə bu konuma gələcəksiniz. Çox gözəldir. Xeyirli, bərəkətli olsun.